Baxın, görün hər tərəf çiçəkdir. Görün nə gözəldir. Aha. Baxın, burada bu gördüyümüz iri bitki Nephrolepis qıcısıdır. Qıcı kimlərə aid olan bitkidir? Baxın, görürsünüz. İkiqat lələkvari yarpağı var. Bildiyimiz kimi, baxın, yarpağın alt hissəsində, bilmirəm, görə bilirsiniz, qara-qara nöqtələri görürsünüz. Bunlar sparangiləridir, diri sporlarla çoxalırlar, qıcı kimlərə aiddir. Yarpağın uc hissəsi ilə boy atır. Baxın, görürsünüz, yarpağın ucu burulub. Görürsünüz. Yarpağın ucunu kəssək, boyatma dayanacaq. Gövdəsi yerin altındadır, yerin üzərində. Gövdə yoxdur, yerin üzərində sadəcə yarpaqdır. Bunlar çiçək açırmı? Xeyr, çünki örtü toxumlar şöbəsinə daxil deyirlər. Qıcı kimlər şöbəsinə daxildir və çoxillik bitkidir. Bax, görürsünüz, nə maraqlıdır. Bundan mən evdə, inanırsınız, bir neçə dəfə almışam, amma bizim evdə yanıb, cücərdə bilməmişəm bunu. Satılır, gül mağazalarında satılır. Belə.